cənnət dostlarını yarı yolda qoymayanların yeridir. Eşitdiyimə görə bunu Jean-Paul Belmondo nəql eləyib. Bir nəfər öz köpəyi ilə dənizin qırağı ilə gəlir və bir yerə çatır ki, o yer bağ, gözəl fəvvarələr falan. Yaxınlaşır və deyir ki, bura haradır? Deyir, bura cənnətdir. Deyir ki, orada yemək var, içmək var. Deyir, əlbəttə ki, var. Keçə bilərsən. Deyir, bəs köpəyim də məndən keçsin də, onun üçün də yemək varmı? Deyir, yox, o mümkün deyil. Burada qalmalıdır və sən girməlisən içəri. Girmir və keçir gedir. Gəlir başqa bir yerə, görür kənd oxşar bir yer, orada gözəl bir yerdir. Yaxınlaşır, deyir ki, burada yemək içmək varmı? Hələ birinci onu soruşur. Deyir, bəli, əlbəttə var. Deyir, mənim köpəyim üçün də nəsə varmı orada yeməyə? Deyir, bəli var. Quyunun yanında onlardan qidalana bilərsiniz, yeyə bilərsiniz. Soruşur ki, bura haradır? Deyir, cənnətdir. Deyir, bəs axı orada dedilər cənnət oradır. Dedi, xeyr, ora cəhənnəm idi. Əslində cənnət dostlarını yarı yolda qoymayanların yeridir. Əslində hekayənin məğzi bundaydı ki, həyatda uçarkən süründüyün yadında mütləq olmalıdır. Bunu bir dəfə misal çəkmişik. Yəni vəfalı olmaq lazımdır. Vəfalı olanları Allah sevir. Təbii ki, əhdə vəfa eləyənlərin də yeri təbii ki, cənnət olmalıdır. Yol yoldaşlarınızı, dostlarınızı yarı yolda buraxmayın.